is the purpose of tonight, my baby? Is my fortune the main act? I need to feel where you at, my baby. Are you ready to create something new? I don't want it to be all same. Let me take you away. Can you see the light? I guess we find our way. I love to see a smile. Milana Hospital, müasir tibbi nailiyyətlərini özündə birləşdirən 7 mərtəbəli elə qədəm qoyulan ilk andan gigiyenik təmizliyin hökm sürdüyü tibb müəssisəsi, dəqiq analizlərin aparıldığı laboratoriya, yüksək ixtisaslı oftalmoloq, kardioloq həkimlər, müasir avadanlığa malik tomografiya, rentgen, ultrasəs müayinəsi kabinetləri, bütün əməliyyatların aparılmasına imkan verən cərrahiyyə, modern avadanlıqları olan reanimasiya, xəstələrin rahatlığına təminat verən palatalarla təchiz olunan Milana Hospitalda sizin müayinə və müalicəniz ən yüksək səviyyədə aparılacaq. Ünvan Bakı, Nərimanov rayonu, Rəcəbli 1-21. Milana Hospital. Very good. Telefon 012 409 90 91. Milana Hospital. Sağlamlığınız etibarlı əllərdədir. Renklemeyle, yani bir şeylerle saçları yıplandırır. Onlara mütlak lazımdır. Aleksir losyonu. Çünkü tökülmüş saçlar, zedelenmiş saçlar, mesela hamile kadınlar saçları tökülür. Onlara mütlak lazımdır ama her gün istifade etmek lazımdır. O kıza siz deyin kızlar. Çok məsləhətlidir bütün kadınlara, məsləhət edirəm xanımlara. Çünkü son zamanların dəbidir bu. Qaynaqlar bütün saçlarda malum herkes bunu eləyir. Çünkü saçlar tökülür məcburən də. Ona göre bu aleksir losyonu onlara da məsləhət görərdim. Tökülmənin qarşısını alır. Bərpa eləyir, tökülmüş saçlar təzədən çıxır. Mən bunu xanımlara deyirəm, olmaz bu kişiler için de geçerlidir bu sözlerim. Çünkü onlarda da tökülmüş saçlar olur, zedelenmiş saçlar olur. Onlar da istifade edersinler. 6 ay ərzində bunun nəticəsini görəcək. Saçı yandan sonra nəmli, onu bugün açırsız, azıyır. Her tarafına azarak, böyle tökerek, elleriyle masaj edərək. Sonra o dəride bir istilik verir. Zamanlar təbərindən herkes şikayet edir. Bu kadınlarda, kişilerde de görürük. Məsləhətdir ki, 1-2-3 dəfəm sonra bu aleksir losyonuyla tam o bərpa olunur. Kəpəkdən azad olur. Dərilərimə də tövsiyə edirəm. Bugünlər aleksir losyonunu istifade edirsiniz. Bir yaxşılıq edin dünya dağılmaz. Derdini o kıza siz deyin kızlar. Müəllim olmaq istəyənlərin nəzərinə Zəfər kursları müəllimləri işə qəbulu proqramı əsasında orta məktəbdə müəllim olmaq istəyən hər kəsə kömək məqsədi ilə hazırlığa start verdi. Müəllimlərin işə qəbulu 3 istiqamətdə aparılır. İxtisas, məntiq, kurikulum. Kursumuzda dərslər professor və peşəkar müəllimlər tərəfindən aparılır. Qeydiyyat Zəfər kursunun bütün filiallarında təşkil olunmuşdur. Müəllim sözü müqəddəs deyil, müqəddəs olan müəllimlikdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Adəm Məmmədov 5 illik vəkillik fəaliyyəti dövründə 21 bəraət hökmünün alınmasına nail olmuş peşəkar vəkil. 2016-cı ildə bir çox təşkilatlar tərəfindən ilin vəkili olan Adəm Məmmədova hüquqi problemlərinizlə bağlı siz də müraciət edin. İş axtarırsınız, hələ də işsizsiz, artıq bu çətin deyil, çünki çıxış yolu var. Hər həftənin 3-cü günü saat 5-də Lider televiziyasına yaxınlaşın. Şəxsiyyət vəsiqənizi götürməyi unutmayın. Əlavə məlumat üçün Azərcil və NAR abonentləri 6018, Baksel abonentləri 686 qısa nömrəsinə zəng etsin. Bütün mobil abonentləri isə 3015 qısa nömrəsinə iş sözünü yazıb göndərsin. Bununla da işsizliyə son qoyun. Belə, davam edirik, əziz tamaşaçılarımız. Xalidin Sabirabadın Türkər kəndindən dayısı ilə əlaqə saxlayıblar. Bizim redaktorlarımız Firidun bəy. Danışmaq istəməmisiniz Firidun bəy. Və bir kəlmə demişsiniz ki, o mənim bacımın başına müsibətlər açıb. Mən çox istəyərdim ki, siz danışasınız. Mən çox istəyərdim ki, qan qohumusuz, bacınızın övladıdır. Yəni, əqli yerindədir, əqli bir problemi yoxdur. Dünən mən sizdən də soruşdum telefonda ki, psixoloji bir problemi varsa, əqli bir problemi varsa, dediniz ki, heç bir elə problemi yoxdur. Daha sonra mən sizdən soruşdum ki, pis vərdişləri varmı? Sərxoşluq, deyək ki, başqa-başqa işlərlə məşğul olan biridirmi? Dediniz, o işləri də yoxdur. Bəs nədir, dedim, o qlobal problem? Nədir ki, onu həzm eləyə bilmirsiniz? Bəlkə bir sinənizə çəkəsiz, bəlkə bir dayılıq eləyəsiz. Cavab verməmsiz. Cavab verməmsiz. Təəssüf eləyirəm, təəssüf eləyirəm. Bəlkə fikrinizi dəyişərsiniz və Sabirabaddan bizə bir nəfər zəng eləyib, Hacı Mahmudov Mustafa oğlu, Hacı bəy də öz, belə deyim də, tənbehini edib əslində sənə. Amma mən istəyərdim ki, elə bir kəs zəng etsin ki, sizə sahib çıxsın. Onu mu istəyirsən? Kimdir? Səlyandan zəng edən kimdir? Baxış müəllim Səlyandan zəng edib. Təklifi nədir Baxış bəyin? Nədir təklifi? Köməkçi kimi gedib işləyərsənmi? Tikintidə işləyirlər. Səlyanda. Bəli. Olarmı? Bəli. Telefon nömrəsini götürün Ceyhuna xanım verilişdən sonra mən özüm şəxsən danışaram. Təşəkkürümü bildirirəm. Əgər dayıları qala-qala Sabirabaddan istəyirəm bir zəng gəlsin amma verilişin sonuna qədər. Səlyandan səs gəldi. Belə, telefon xəttində kim var? Elxan, sizin qardaşınızın həyat yoldaşı Məhbubə xanım. Hansı qardaşınızındır? Böyük qardaşınızın. Alo deyək. Alo. Bəli. Axşamınız xeyir. Axşamınız xeyir olsun.
Bacı, o Elxan çıxıb orada, Aha. nə danışır, hamısı yalandır. Biz Aha. ona heç nə eləmirik, bacı qurban səni, heç nə. Bir Hata gördü, əmin edəcəksən, onun oğluna hörmət qoyulur, yoldaşına hörmət, ayıbdır denə qardaş. Çıxırsa o vitrinə ələsə, o gün, Aha. hə, bacı, o gün mən anam gilə getmişəm iynə vurmağa, mən heç bizi görməmişəm. Mən gələndən sonra gördüm qaynanam gəlib əl ayağı əsə ki, bacı İşad özündən gedir, ona dərman verir. Bacı, gör necə olur. Siz üzr istəyirəm, bir həyətdə, xanım, bir dəqiqə üzr istəyirəm. Məhbubə xanım, bir həyətdə yaşayırsınız. Bəli canım, biz... Bildim. O xanımın gəlinlərindən biri də sizsiniz. Bəli, bəli, bəli. Lap yaxşı. O qaynananızın yaşadığı otaq nə vəziyyətdədir? İnsan dəhşətə gəlir. O otağa bir gəlin olaraq, bir dəqiqə, bir gəlin olaraq o otağa nə olar bir dəfə əl gəzdirəsiniz? Bir süpürgə çəkəsiniz onu. Eləyirəm, mən o arvada... Elənmiş otağa oxşamırdı. Bacı qurban, oraya həmsə getsə, dava ilə tıxıram, əl ayağım əsir, özüm də əsəb adamam, bacı qurban. Buyurun. Məhbubə xanım. Mən o arvada böyük hörmətim var, gətirəm evimə də, gəlir. Amma o yaşaysa, mən, bacı, mən özüm işləyirəm, 40 ildir bir məsələdə işləyəm. Gedin soruşun, gör məhbər necə adamdır. Məhbubə xanım, eşidirsiniz? Sizin necə adam olduğunuzu mən girərdim o evə, görərdim qaynananın evi gül kimidir, çiçək kimidir, deyərdim, sən onun gəlinlərinə. İfunətdən girə bilmədik biz o evə, İfunətdən. Nurayyə xanım, bir dəqiqə, Məhbubə xanım, siz orada hansı evdə yaşayırdınız, onu deyin zəhmət olmasa. Bizim ev ayrıdır, başıva dönün, bizi qatırla yalana o Elxan, o dar yol var. Xanım, bir dəqiqə, o dar yolda biz bir qapı döydük. Onun oğluydu bizim cavabımızı verən. O dar yolda biz... Mən işlə istəmirik, valla bizimkilər o Elxan'a işi yoxdur. Ay xanım, bir dəqiqə dinlə. Necə olur ki, o dar həyətdə sənin oğlunun ayrıca qapısı, gəlinlərin rahat yaşayır, hər kəsin özünün xüsusi yeri var. Nəyə görə o ana o ləzzətdə yaşamalıdır? Mən tər töküb, 40 ailə qurmuşam, tər töküb, zəhmətimlə ev tikib, mənim evim də elə olmuşdu, bacı qurban sənə. Mən əziyyətlə, çöpü yığıb, ev tikib, bala evləndirmişəm. Xanım, bir dəqiqə, sən torpaq almamısan, o mülk, o xanımın həyat yoldaşının mülküdür. Parçalayıb, bölüşdürmüsünüz. Hələ bir villa tikib, xanım da pis vəziyyətdə yaşayır. O xəstə baldızınız var, ondan gəlin, baxın, görün, hansı villadır, bacı qurban. Gəlin, baxın, ayıb olsun mənim o qaynıma. Hər halda mən orada olmuşam o çəkiliş qrupu ilə. Hər halda ananın evindən sizinkilər qat-qat yaxşıdır və hər kəs özü üçün orada şərait yaradır. Gəlin bacı, ay gəlin bacı, gəlin bacı. Ay gəlin bacı. Ayıb olsun o Elxana. Gəlin bacı, ay gəlin bacı, sənli, ay gəlin bacı. Neynə deyil sənə, sən çıxıb yalandan dəqiqədə ələşə məhbuba. Ay gəlin bacı, bir dəqiqə deyanda, bir dəqiqə deyan qulaq as. Mən sənə nə pislik elədim. Ay gəlin bacı. Millətin qabağında Elxan. Ay gəlin bacı, sənin adın çəkən vardı burada, sənli bir şey var orada. Sən burada demədin ki, qardaşım arvadı, dünən gəlin mənə ağzına, Hasan gəlmişdi məni evimə, Elxan. Mən 2 ildir səni evimə gəlmirəm. Hasan gəlmişdi mən səni evimə. Ay gəlin bacı. Yalana çıxıb orada deyirsən ki, qardaşım arvadı mənə belə deyir. Ay gəlin bacı, mən səndən danışmıram, bir bax görün. Sizin haqqınızda bir söz deməyib burada. Ümumiyyətlə, qardaş arvadın adını Ay gəlin, sənin adından danışmışam mən burada. Mən televizor eşitdim, Elxan. Mən o ki, anonun ürəyi gedib. Mən gedib dərman zad vermişəm. Sən çıxıb orada deyirsən ki, mənim qardaşım arvadı məni söz. Ay xanım, onun anası sənin qaynanan da hansı ki orada mülkün tikib oturmuşsan. Mən havaq demişəm ki. Onu qaçma, onu mənim evim olmayıb. Necə? Məhbubə xanım, deyilməyib, bax, o söz burada deyilməyib. Mən deməmişəm, sən məni söymüsən. Kim deyir onu? Mən istəmirəm, çıxım, bir də Allah qoysa üzrə gəlir. Onun həyat yoldaşı söyüb sizi xanım. Yox, onlar deyirlər. Yaxşı, aydındır, başa düşdüm. Yox, sizdir deyil burada. Bizim sujetimiz gəlsin. Bizi... Mən deyirəm sən, Elxanın imkanı yoxdur, o birisi oğlanların imkanları var mı? Oynur gəlməyəm deyə ışıq yanıb orada görürsən, ışıq necə yandı bu? Elxan, sən niyə qoymursan ki, o qardaşın əgər imkanı varsa, sənin ananın evi düzətsin. İndiki vaxtda belə şəraitdə yaşayan adam var. Düzün də evdən olub, oğlun səni vurub, getmişəm şişəyə. Onu da, bu şişəni mən sındırmışam, xanlar sənin o...
Dilber kimdir? Kardeşim, Dilber ne olur olsun o senin namusun bacındır. Dilber senin arvadını döyedirdiler. Yok. Senin Gör ne ihtiyacın deyirəm? yok. Bir dakika. Sizin bütün üç kardeş üçünüzün de hakkı o kadın ölene kadar onu çiğnize taşımakta. Siz burada haksızsınız. Onu da uşağı şikəstdir. Sən də ağsaqqal adamsan. Niyə siz Ben ona güldən ağrı söz dememişim. Demişim ama o yalanla bana dedi ki gözümden tut. 18 Mən pisə. Yox, Uşaqların yaxşıdır. Hansı ki oğul səni vurur. Hansı oğul ki xanlar beləsin nələr belə ki onu da denədi hamısını. Bu cəmaat bilsin. Hiçbiri oğluna vurur. Ha, sen vurmuyor. Qulağa söz deyirəm. Sənin xanlar idi də səni təqdir edir. Sənin o birisi oğlun necə o gəlini təqdir edir. Sən ona necə vuracaqsın? Gəlin özü deyirəm. Gəlini bura demədi ki, yalan danışır. Yalan deyil. Yalan deyil o. O gelin bana, onların kuzuma deyip ki gör. Ay yalan deme. Ay yalan deme. Bana yalan. Hiçbir gelin bilmez. Buyur. Gördüyünüz kimi bax orada çox böyük həyətdir. 5-6 mülk var bu həyətdə. Çox maraqlıdır ki, Gəncədə olan bir bacı var, Gəncədə yaşayır. Təbii ki, normalda atasından olan mülkdə onun da payı var orada. Amma mən düşünürəm ki, mən bayaq Dilşad demək istədiyimdə Dilbər demişəm orada, üzr istəyirəm. Mən Dilşadın haqqı var, yəni yaşlı qızdır. O bu yaşda yenə işləyir, anasına dəstək durur. Mən buradan üzümü Dilbər xanıma tutub demək istəyirəm ki, Dilbər xanım, siz Gəncədə yaşayırsınız, yetərincə eviniz yaşayırsınız və burada da bir böyük mülk sahibisiniz. Olmazmı o ananı, o bacını o mülkdə yerləşdirəsən, ana o üfunətdən çıxsın. Bəlkə bundan sonra onun 5-3 il ömrü varsa, normal bir insan kimi yaşasın ən azından. Qardaşlarınızdan hay çıxmaya bilər. Amma siz ki qızsız, qızların ürəyi biraz həlimli olur, biraz qızlar daha oğlanlara nisbətən valideynlərinə dəyər verməyi bacarır. Yəni Elxandan haray yoxdur. Gördüyünüz kimi Elxan hay çəkir burada. O biri qardaşlar da qapını bağladı. Qapını açan olmadı və s. Qapını bağlayan qardaşımı zəhmət olmasa verin bir tamaşaçılarımız da görsün. Cavan oğlan bizi necə gözəl qarşıladı. Ələşərsiniz siz? Yox, nə olub? Heç nə olmayıb, qonaq gəlmişik. Atan hardadır? Evdə yoxdur heç kim. Anan da yoxdur. Hardan ona gəlmişsiniz? Biz Lider TV-dən. Evdə adam olanda inşallah gələrsiniz. Siz adam değilsiniz. Siz evdə değilsiniz. Qapıda belə mi qarşılayırsınız siz? Evdə heç kim yoxdur da. Və siz heç kimsiniz? Böyük qapı tapmadınız gəlməyə. Ona sözdür, şikayət oldu. Şikayət necə? Kim eləyib şikayət? Qələt edib, getsin onu araşdırsınlar. Siz niyə belə aqressiya ilə bizlə danışırsınız ki? Evdə heç kim yoxdur da. Və siz heç kimsiniz? Mən evin baldızıyam, böyük olan yerdə baldız yenə Sizin neçə yaşınız var ki? Mənim 32 yaşım var. 32 yaşınız var, qapıya gələn adama da deyirsiniz ki, evdə heç kim yox. Necə? Ev adam böyük gələndə inşallah əlaqə. Atan nasıl burada yaşıyor burada? Atam bir başqa yerdə burada da. Bu evde yaşıyorlar. Və sizin nənənizdən, bibinizdən xəbəriniz var? Onların evinə gelib gəlirsiniz? Tərbiyəsizliklə nöqtəsi deyil. Möhkəm bağla qapını. Mən bir müdaxilə edim. Belə bir deyərəm ki, yəni bayaqdan dinləyirik bu ailəni, bu ailədə baş verən hadisələri, münaqişələri. Mən belə bir deyərdim ki, bu ailədə deyir ailəni bir-birinə bağlayan hörmətdir. Ailəni bir-birinə bağlayan o bağlar, istək bağlarıdır. Burada o istək bağları, o hörmət o qədər paramparçadır ki, heç vaxt bunların ailəsində mən elə bilirəm ki, birlik, bərabərlik ola bilməz. Nəyə görə? Bəlkə də deyərdim ki, tərbiyənin təməlində çatışmamazlıqlar olub. İcazə versəydiniz, mən də bir müdaxilə edərdim. Əvvəl çox gözəl qeyd elədiniz ki, əvvəldən zəncir yoxdur. Deməli, bu evdə ağsaqqal olmayıb, bu qardaşların, bacının üstündə nəzarət olmayıb, bir ananın üstündə qalıblar. Ona görə bunlar pərən-pərən düşüblər.
Müəllim bəyəm, ananın üstündə qalanda pərəmpərəmişə, o qədər Azərbaycanda ailələr var ki, burada mülk ananın söhbəti var. himayəsində. Heç bir qardaş istəmir ki, öz payın obruna versin. Bu yaxlarım qardaş deyir ki, mən balacayam, bu mülk mənim olmalıdır, ona görə onlar imkan vermir. Həm də ki, bilirsiniz necədir? Yaxşı oğul neynir atam alın, pis oğul neynir atam alın. Çıxıb gedəydin də cavan Abi müəllim hara getsin, 18 yaşında övladı var, o övladı əlil arabasındadır, özünün əlilliyi var. Bəs yaxşı, ata mülkündə, abi müəllim, ata mülkündə o qardaş da özünə ev tikdirib, bu qardaş da ev tikdirib, ana da oradadır, bacı da orada tikdirib. Bəs bu niyə oradan çıxıb getməlidir ki? Mən əvvəlindən bu mübarizə, hindiyin mübarizəsi deyil, mübahisəsi deyil, bu kökdən gələn mübahisədir. Ondan uşaq olmamışdan bu mübahisə var. Bunlar ailə qurmamışdan bu mübahisə var. Kökdədir. Mən də yəni o kökdədir. Nə vaxtdan rəhmət edib? Deyir ki, bacım məni söyür. Söyür. Adətən belə görmüşük ki, qardaş bacının qeyrətidir. Vasif müəllim, bu mülk məsələsi necə ayrılacaq? O söyüş onu ünvanına gəlib. Danışdılar, hadisədən bir xəbərdar oldum burada. Məsələ bilsən necədir əziz qardaş? Bu ailə problemidir. Təbii ki, biz çox dərinliyinə qədər bilə bilmərik, siz bilərsiniz onu. Qardaşlar bilər, bacılar bilər. Amma bir dənə məsələni unutma. Yenə mən elm salına söykənərəm. Onu bu dediyim sözü qulağında sırğı elə. Məndən. Bilsən o nədir? Eşidirsən məni? Elxan, ananız orada yaşayır. O həyətdədir. Sizin əhatənizdədir. Ananıza nə qədər hörmət eləsəniz, Allah Taala sizin ruzinizi, bərəkətinizi bir yerə artıracaq. Əgər ananıza bu münasibət qalarsa, davam edərsə, milyonlar qazanın, evinizin bir bərəkət olmayacaq. Buna əmin ol. Və bilirsən, niyə edirsən bunu? O evdə ananı sən baxmırsan ki, o evin vəziyyəti nədir? Təkcə səni demirəm, sənin qardaşlarımı deyirəm, bir də gəlinlər var. Bacılarımız var. Bilirsən necədir? Qardaş səhər duranda bir, baxın da bu yaşlı xanımdır da, cənnət ananın ayağı altındadır, sənin yox. Bildin nə deyir? Bir də olar. Bax, bu bacım var, Gəncədəki. Qazçay gedim, mamam da kvartiranı saxlayırdı, bir daha deyəm. O qazı vermədi anamın kvartirantına. Sən burada qaz söhbət edirsən səhərdən ki, mən 10 ildir qaz yanılmıram. Bilsə, ananın söhbətin, sən orada... Mən anamın dalında durmuşdum, halbuki... Nə oldu bəs? Burada anamın getdim polisə şikayət elədim, anamı vurur. Gəldi dedi ki, o vurmuyor. Elə şey olar. O vurub dəyə bir yıxılıb dəydi. Mən onu dedim ki, problemin dərinliyi sizin özünüzdədir. Amma mən sənə tövsiyə edirəm, sən məndən yaşda kiçiksən. Sənə demək istəyirəm ki, anamıza hörmət edin ki, bir şey qeyd edim Nurana xanım. Buyurun Vasif müəllim, buyurun. Bir şey qeyd edim. Bir şey qeyd edim Nurana xanım. Deməli bu ay ümumiyyətlə belə deyək də çıxış yolu verilişinin qayəsi, məqsədi öncəliklə barışdır, sonra hüquqi müstəvidə. Biz yəni yadımdadır müzakirə etdik ki, biz birinci çəkilişə gedirik, yəni barış məqsədi ilə. Sonra əgər olmazsa hüquqi müstəvidə həll olunacaqdır. Yəni bu ailələ biz tanışlıqda, yəni orada heç bir barış üçün bir yer yox idi. Yəni orada belə bir insan tapmadıq ki, barışa, xeyrə, gözəlliyə, sevgiyə yol açan olsun. Bəli. O nöqtə nəzərdən də yəni orada hətta çox pis söyüşlər də söyüldü. Hətta sevgiyə yol açan olsun. Bəli. O nöqtə nəzərdən də yəni orada hətta çox pis söyüşlər də söyüldü. Hətta ağbirçək saydığımız belə gənclərdən bəzən eşitmədiyimiz söyüşləri söydü. O nöqtə nəzərdən bizim tərbiyə alacağımız bir anadan gözləmədiyimiz bir söyüşlər söyüldü. Bu nöqtə nəzərdən də demək istəyirəm ki, orada bir barış üçün bir yer yoxdur. Yəni biz hesab edirəm ki, biz nə qədər danışsaq, bir o qədər də vaxt lazımdır ki, bu işi ancaq danışaq. O burada sadəcə olaraq ata mülküdür. İndi orada biz sənədlərlə heç məşğul olmamışıq. Çünki biz dedik ki, yəni gedək görüşək, baxaq hər hansı bir vəziyyət. Bugündən etibarən sizdən mən xahiş edəcəm, sənədləri. Ancaq hüquqi yolla. Hüquqi yolla buna münasibət bəslənəcək ki, bu ata yurdudursa, ata rəhmətə gedibsə, vərəsəliklə hansı uşağa, hansı əmlak çatacaqsa, o zaman da hüquq müstəvidə danışılsın. Artıq yəni burada barış üçün bir yeri yoxdur. Barış üçün mümkün deyil və Hüquq Müdafiə Bürosuna biz müraciət eləyəcəyik. Elxangilin bütün bu hüquqi məsələləri ilə bağlı Vasif müəllim məşğul olacaq. Bircə kəlmə söz deyim. Hüquqi məsələ mütləq lazımdır. Çünki onlar hüququ görməsələr, o dilinə dillərin yığacaqlar, onunla söyüş qutaracaq. Nə də o
konkret olaraq dövlətin qanunun görməlidirlər ki, onlar çəkilib bir kənarda dayansınlar bu qardaşlar. Hegemonluğu yerə qoysunlar. Ay sağ ol. Buram mənimdir, sənin deyil, atam mənə veribsə, ata veribsə bölgə elib verməlidir. Azərbaycan ümumiyyətlə bütün ölkələrdə qanun alidir, qanun aliliyidir. Bu bir. İkinci də ancaq bununla yanaşı mənim Elxana bir məsləhətim var. Orada əgər hüquqi məsələ yolla həll olunsa da buna yer verilsə də orada həyat siz üçün ilan zəhəri kimi acı olacaq. Ona görə də mən sənə bir qardaş... Bəlkə də satıb getməlidirlər orada. Get! Yox, üzr istəyirəm bir də qulaq as mənə bir dəqiqə. Mənə qulaq as məsləhət. Mən həqiqi deyirəm, sənə orada yer verərlər, burada qanun yolundan müəyyən imtiyazlar verəcəklər, ev verəcəklər, yol açır. Amma yenə orada sənin üçün həyat bir şərtlə. Sən gərək gedəsən. Hansı yolun olur olsun, burada dedilər. Hansı yolun olursa olsun, ananın ayağının altında yıxılırsan, ona təklifdə yalvarırsan, nə inirsən, ananın məhəbbətini qazan. Əgər orada ananın sözü keçmirsə, onu mən deyəm, amma ananın məhəbbətini qazan. Xüsusilə sizin həyat yoldaşınızdan çox şey asılıdır. Burada burada gedib əgər onu evin yığışdırsa, siz onu xaric, siz o münasibəti qurmasanız anasına, orada həyat acı olacaq. Gəlindən bir problemi yoxdur. Bir problemi yox idi. Burada ailənizdə böyük olmasa alınmayacaq. Bax deyirsiniz, qardaşların içində bu ailədə bir dənə rəhbər olmalıdır. Vəssalam. Rəhbər olma düşmənçilik eləyir. Rəhbər necə olsun? Xanım, indi siz deyirsiniz ki, qaynənə yəni köməkdir. Mən əvvəl qaynənəmlə ana bala kimi idim. Onun evdəki qızı da nə qardaşına araları dəyib, mən kömək eləyəndə, çay verəndə mən sinəmdən itəliyib, qapımı daldım bağlı. Niyə? Səbəb nədir? Yəni ki, deyir, gəl anama baxma da, yəni qardaşla prinsip gör, mən gəlib anasını nəsə eləyərəm, zəhərləyərəm. Üzümə də deyir, sinəmdən itəliyib, mən arxaya ki, gəlib anama kömək. Əbədi, əzəli gəlin baldız problemləri. Bəşəriyyət yaranandan qaynana gəlin, və düzələsi məsələ də deyil. Biz bu haqda hüquq müdafiə bürosuna müraciət eləsək də. Qonşularından soruşum, mən necə gəlin olmuşam. Qızına demədiyi sözləri mənlə bölüşdürüb o. Onu ara bilsən, prinsip getdi. Arada elə bizi yəni artıq o münasibətlər düzələsi deyil. Yəni ki, mən gedirəm. Bəlkə siz o Dilşadın bir yumşaq damarını tutasınız. Sizdən sonra divarı bir təpik vurur. Mənim xəstə uşağım bir qarışlar tökür. Dilşad xanım az verəcəksiniz. Dursun, istəməyənin gözü çıxsın, getsin. Dilşad xanım bu vəziyyətdə işləyir, əmək haqqı gətirir, anasını dolandırır. Sənə qurban olum. Siz biraz güzəştə getməyə Sənə qurban, mənə haqq qınamasın. Mənə Allah xəstə uşaq veribsə, o mənim problemim. Amma sənin qızın ərə getməyib. Üzr istəməm. Mən durub nətər deyim ki, ay sənə qurban, gəl mənim bacımı al, mən xoşbəxt olum. Adama gülərlər, indiyə bəlkə gülür. Bir dəqiqə, sən öz valinin dəyərin bildiyi kimi, ana da Dilşadın dəyərini bilir. Dəfə xanım, ailə qurmadığına görə... Olmaz axı. Mən bunu atıb onu tutmuyorum, bunu atıb onu tutmuyorum. Yaşımı boşuyum. Sən bacı tutana doxşanmırsan, amma Allah mehribançılıq yaratsın sizə. Elxan, amma sən yenə də bax deyirsən, bacım ailə qurmayıb da, ona görə onun müəyyən problemləri də var. Sən yenə də o sənə nə desəydi, sən üzünü çöndərməliydin. Elxan müəllim, qarşıda 8 mart gəlir. Beynəlxalq Qadınlar Günü. Bəlkə bu bayram münasibətindən bir ananın boynunu sıxasan, bir bacına qucaq açınsan, dünyanın öpməlisən də, cənnət anaların ayaqları altındadır. Təbii ki. Bizim Balakənlə bağlı olan mən o məsələni demək istəyirəm. Vaxtımız varmı? Deməli, Balakəndən bizə bir xanım müraciət edib, sabahki proqramımızda bunu açıqlayacağıq. Deməli, nənə bizə müraciət edib ki, mənim gəlinim nəvəmin 6 aylığı olanda qoyub evdən gedib və artıq 10 ildir ki, nəvəni mən saxlayıram. İndi nəvə böyüyüb, mən də yaşlaşmışam və artıq mən onun, belə deyim də, ödəyə bilmirəm, baxa bilmirəm, saxlaya bilmirəm. Və anasının da, bugün anası ilə əlaqə saxlamışıq, Esmira Hacıyeva Novruz qızı. Balakən rayonunun, kəndin adını deyim mənə, Ceyhunə xanım, kəndin adını unutdum. Kəndin adını söyləyim mənə, Balakən rayonundan Esmira Hacıyeva Novruz qızı. Əgər övladınıza sahib çıxmaq istəyirsinizsə, Esmira xanım 10 ildir övladınızı qoyub getmişsiniz və siz İtikala kəndi, Balakənin İtikala kəndindən, siz qonşu kəndlərdə yaşayırsınız, amma övladınızı görmürsünüz. Mən buna inanmıram.
İstəmirəm belə bir şeyin olduğuna inanam. Sizdən cavabı gözləyirəm. Sabaha qədər.